Sizi məlumatların dərinliklərini edəcəyimiz növbəti səyahətdə xoş gördük. Bugün doğrudan da biraz fərqli, biraz qeyri-adi bir formatımız olacaq. Bəli, yəni həmişəki kimi uzun-uzadı sənədlərimiz yoxdur. Düzdür. İnanmazsınız amma əlimizdə xırdalamaq üçün cəmi bircə cümləli bir mənbə var. Bircə cümlə. O da belədir. Saadətdin Saran Fənərbağçə ilə vidalaşdı. Vəssalam. Aha, həqiqətən də çox lakonikdir. Başqa heç nə yoxdur. Yəni məqsədimiz bu tək cümlənin, bu belə deyək də buz kimi soyuq qətiyyətin arxasında yatan əsl strategiyanı anlamaqdır. Bilirsiniz, bu nəyə bənzəyir? Nəyə? Yaxşı bir filmin tam ən həyəcanlı yerində bitməsinə. Yəni o uçurumun kənarında saxlayırlar adamı. İngilislər buna cliffhanger deyir. Bax, eynən ona. Hərəkətin nə olduğunu bilirik, amma səbəb yoxdur. Tam olaraq elədir. Və belə nəhəng bir idman klubunda, yəni bu miqyasda bir fiqurun ayrılığının sadəcə qısa bir fakt kimi təqdim edilməsi əslində çox güclü bir mesajdır. Düzü, mənim üçün biraz qəribə gəlir. Niyə ki? Baxın, adətən ictimaiyyət nə gözləyir? Səbəblər, detallar, səhnə arxası intriqalar. Amma burada mənbə məlumatı qəsdən ən minimal səviyyədə quru bir nəticə kimi saxlayır. Bu, hər hansı bir şayiə və ya ehtimal deyil, birbaşa bitmiş bir faktdır. Yaxşı, gəlin bunu biraz aydınlaşdıraq. Təşkilatın heç bir detal verməməsi heç də xaosun qarşısını almır axı. Yəni, heç bir səbəb göstərilməyəndə bu qısaca açıqlama qapını daha böyük şayələrə açmırmı? Mətbuat dərhal niyə sualını verib öz dramatik ssenarilərini yazmağa başlayacaq. Əlbəttə. Bu bilirsiniz necədir? Elə bil otağa bir saatlı bomba atıb qapını arxadan bağlayırsan. Şayələrin yaranması qaçınmazdır, haqlısınız. Amma korporativ kommunikasiya və PR strategiyasında məsələnin əsası da elə buradadır. Aha, maraqlıdır necə? Qurum o şayələrə rəsmi material verməkdən imtina edir. Təsəvvür edin, uzun, təfərrüatlı bir açıqlama verilsəydi, mətbuat neyniyəcəkdi? Hər bir sözü didib parçalayacaqdı yəqin. Məhz. Hər bir sözü, hər bir vurğunu cərrah dəqiqliyi ilə təhlil edəcəkdilər. Bu cümlədə kimi nəzərdə tutdu, kimi bitməyən polemikalar başlayacaqdı. Aydındır. Yəni o müzakirənin heç vaxt sonu gəlməyəcəkdi. Dəqiq. Belə lakonik vidalaşdı bəyanatı əslində şey kimidir, aşılmaz bir qoruyucu divardır. İki tərəf arasında qapalı qapılar ardında danışıqlar bəlkə də gərgin keçib, bəlkə də tam çıxılmaz vəziyyət yaranıb. Amma cəmiyyətə verilən yeganə şey kəsilmiş, qəti bir sondur. Yəni bəzən böyük qurumlar qısa cümlələrdən o pərdə arxası münaqişələri gizlətmək üçün istifadə edirlər. Bir növ ictimaiyyətə qarşı sarsılmaz, vahid bir cəbhə nümayiş etdirmək üçün silah kimidir bu. Bəli, bu əsl böhran menecmentidir. Nə qədər az məlumat versəniz, kənar şəxslərin sizin zəif nöqtələrinizi tapıb oradan vurma ehtimalı bir o qədər azalır. Düzdür, söz tapıb yapışa bilmirlər. Elədir. Qısa və kəskin bəyanat həm də nəzarəti əldə saxlamaq deməkdir. Təfərrüatlara enməmək, Fənərbağçə kimi bir qurumun da, Saadətdin Saran kimi tanınmış bir şəxsin də öz güc mövqələrini qoruması üçün atılmış çox praqmatik bir addımdır. Çox məntiqlidir. Deməli, bəzən ən çox sözü elə ən az şey deyərək ifadə etmək mümkündür. Tamamilə razıyam. Bəs dəyərli dinləyicilərimiz bundan nə öyrənə bilər? Niyə bu qısa xəbər sizin üçün önəmlidir? Çünki bu bizə daxili dinamikanı oxumağı öyrədir. Bəli. Öz iş həyatınızda, izlədiyiniz böyük şirkətlərdə və ya idman klublarında bu cür bir cümləlik press-relizlər, ayrılıq xəbərləri oxuyursunuzsa, artıq biləcəksiniz. Aha. Biləcəksiniz ki, bu cümlənin qısalığı heç də təsadüfi deyil. O səssizlik əslində səhnə arxasında baş tutmuş nəhəng bir güc yerdəyişməsinin xəbərçisidir. Bəzən də son anda qarşısı alınmış bir idarə etmə böhranının göstəricisidir, bəli. Bu cür, belə deyək, dəmir kimi möhkəm, qapalı bəyanatlar köhnə səhifəni amansızcasına bağlayıb, diqqəti suallara yox, birbaşa yeni yaranmış reallığa yönəltmək üçündür. Yəni, qurum hər kəsə fəaliyyətə davam etdiyini, keçmişin artıq geridə qaldığını diktə edir. Hər şey davam edir. Tam olaraq elədir. Beləliklə, cəmi bir cümlənin əslində necə dərin bir strategiya daşıdığını gördük. Bu sessiyamızın sonunda isə sizi, yəni dinləyicilərimizi mövzunun üzərində biraz daha düşünməyə vadar edəcək belə bir sualla baş-başa buraxmaq istəyirəm. Çox maraqlıdır. Buyurun. Tanınmış bir fiqur, böyük bir qurumla bu
bu cür kəskin, təfərrüatsız və heç bir açıqlama verilmədən vidalaşanda, sizcə bu sadəcə fırtınalı bir münaqişənin sakitcə ört-bastır edilib arxivə qaldırılmasıdır, yoxsa təşkilatın gələcək fəaliyyətində tamamilə yeni, bəlkə də indikindən daha radikal bir dəyişiklik üçün yer açmaq deməkdir? Mütləq bu barədə düşünün. Ümid edirik ki, bugünkü səyahətimiz sizin üçün faydalı oldu.